çeşid üzrə 10 kiloqram bir cütü gəlir neçəyə? 80 manat. 80 manat. Bu 4 manatlıqdır. Bəli. Çəkilən kilo çəkidir. Qiymət isə 500 manatdır. Kiçikləri də inşallah irəlidə deyəcək. Bağçalarda, nə bilim, uşaqların otaqlarında, evlərdə, elə həyət evlərində və s. kimi bunlardan da istifadə. 16 manat. 16 manat süni ot. Sadə birinci əlinizə götürdüyünüz 10 manatdır. Amma aşağıda olan ikinci toxunduğunuz onlar 25 manat. Paçka içində 2 dənədir. Bir dənəsinin qiyməti 200 manatdır içərisində. Tam professionaldır. Tam professional. Bunların 4 dənəsi 1 kvadrat olub. Kvadratın qiyməti 30 manat. Ölçülərdə 1 kvadrat. Minimum neçədən başlayır? Ən nazinin 2 santimlığın qiyməti 18 manat. 2 əl, 1 ayaq və 1 sinə üçün belə dəsti 100 manat. Allah, beli belə incə gələn forması var. Qiymət olaraq yenə 500 manatdır. 90 santim ölçü olanlar 80 manat. Bunlar 5 manatdılar. Bunların Yumrular 5 manat. 1 kiloqramı 5 manatdır. Yenə də Qiymət 15 manat. 15 manat. Qiymət 15 manat, rəng 5 manat. 5 manat. 5 manat da çantasıdır. Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün növbəti toplantıdan detallı video hazırlayırıq ki, bu dəfə tamam fərqli sahədəyik. İlk çəkilişimiz olacaq bu sahədən, bu kateqoriya məhsullardan. Ara sıra bizim özümüzdən də soruşurdular və son vaxtlarda ən çox sahələrdən biridir ki, fitness zallarıdır, idman zallarıdır, pilates salonlarıdır və s. kimi bu kimi bizneslərə son vaxtlarda tələbat artıb. Onun üçün dedik, buradan sizlər üçün toplantısı birinci əl ixalçısı olan Fitzon mağazasından da detallı video çəkib göstərərək sırf zalların qurulmasında istifadə olunan məhsullardır ki, burada satışı var. Bazarda 15 ildən çoxdur fəaliyyət göstərirlər. İndi içəri keçib inşallah mağaza müdiri Əmrah bəydən qısa bir mağaza haqqında ümumi sizlər üçün də məlumat alaq. Daha sonra isə məhsullara, qiymətlərlə bir yerdə başlayaq. Ünvan olaraq qeyd edirəm, Abşeron Ticarət Mərkəzinin Abşeron Mall ərazisində yerləşir bu mağazada. Korpus 12, mağaza nömrəsi 8, mağaza adı Fitzon. İçəri keçməzdən öncə kanalımıza abunə olmağı, videonu bəyənməyi unutmayın. Ətrafınızda fitness zalı işlədən, bu sahədə fəaliyyət göstərən yoldaşlar varsa da bu videonu da həmin şəxslərlə paylaşın ki, onlar da tanıyıb daha uyğun qiymətlərlə məhsul alışı etsinlər. Yenə də suallarla gəlmişik, çünki bu sahədə elə də çox mənim də məlumatım olmadığına görə özümdən suallar hazırlamışam. Ümumi olaraq mənə maraqlı və izləyicilərə maraqlı olacaq ümumi suallardır ki, Əmrah bəydən biz ümumi məlumat alaq və məhsullar təqdim edərkən kömək də alaq ki, daha detallı, yeni eşitmiş olanlar və yaxud da bundan öncə görmüş olanlar da daha dolğun informasiya alsın. Xoş gördük Əmrah bəy. Xoş gördük. Çox sağ olun, vaxt ayırdınız bizə, ümumi izləyicilərə təqdim eləmək üçün. İlkin olaraq qısa, neçə ildir bazarda fəaliyyət göstərirsiniz? Hansı çeşid, indi baxanda görmək olur hansı çeşidlər var. İnşallah izlədikcə də, gəzdikcə də bunu göstərəcək. Qısa olaraq Fitzon haqqında, fəaliyyətiniz haqqında məlumat verin. İnşallah ondan sonra yavaş-yavaş sizin də kömək eləyərsiniz bizə bu avadanlıqlar haqqında məlumat verin. İnşallah. Demək biz 15 ilə yaxındır ki, bazarda fəaliyyət göstəririk. Rezinlər, tatamilər, çəki daşları, quruşalar, bunları biz ölkədə xaricdən gətiririk satışına. Birinci əl ixalçı olaraq Bəli, birinci əl fəaliyyət ixalçıyıq, bəli. Öncədən danışığımızda qeyd elədiniz ki, ölkədə, Bakıda və digər regionlarda fəaliyyət göstərən bir çox zallarla işləmisiniz. Bəli, bir çox zallarla işləmişik, məşhurlarla işləmişik. Məşhurların özləri üçün açdıq yeni zalları avadanlıqlarla təmin etmişik. Bazarda rəqib bu sahədə də indi biraz mənə elə gəlir, mənim aləmimdə, yəni bir qədər yayğın deyil deyə düşünürəm. Yəni bu məhsulları satanlar, yoxsa Bəli, yayğındır. Digər sahələr kimi rəqibi çox deyil. Bu bazarda olduğu bizim bazarda barmaqla sayılacaq qədər bu iş görən insanlar var. Bunların arasında biz uzun müddətli görən insanlardan biriyik. Yəni bazarda uzun müddətli varıq. Məşhurların çoxu da bizi tanıyır, zalların çoxu da bizi tanıyır. məhsullar Çindən ixal olunur, yoxsa fərqli ölkələrdən? Fərqli ölkələrdən ixal olunur, bəli. Düşünürəm ki, maraqlı olacaq. Ətrafınızda yenə də təkrar olaraq gedirəm ki, bu işi görən, zal açan, zal işlədən, fitness müəllimləri, fitness trenerləri varsa da bu videomuzu paylaşın ki, onlar da tanısınlar. Məşhur idmançılarımız, indi adları bilmirəm, çəkmək düzgün olar yoxsa yox. Bu zaldan alış-veriş eləyiblər, videolar da var. İnşallah onda mümkün olduqca mağazanın sosial şəbəkə ünvanını qeyd eləyirəm. TikTokda fəaliyyət var, Instagramda Bəli, var. Instagram yoxdur, TikTokda fəaliyyət göstəririk. Siz də izləyə bilərsiniz, məhsullara bir-bir daha yaxından tanış ola bilərsiniz. İndi isə girişdən sağ tərəfdən başlayırıq, elə buradan da girəcəkdən başlayaq ki, bunlar olmazsa olmaz fitness zallarının məhsullarıdır ki, qaçış aparatları, kardiyo aparatlarıdır, nə bilim, ağırlıq qaldırmada istifadə olunan masalar gedir də bunlar. Bəli. Masalardır ki, bunlardan başlayaraq qiymətlərin hansını deyə biliriksə,
ya pərakəndə qiyməti və üzərində olan qiymətlər nə qiymətdir Halir? Bunlar hamısı topdan satış qiymətidir. Bu üzərindəki topdan satış Bəli, qiymətidir. Zaten topdan satış qiyməti, yəni yeni bir fitness zalı açmaq istəyən və yaxud da yeniləmək istəyənlər toplu şəkildə alanda da, yəni bir ədəd yox, bir neçə hərəsindən aldıqda bu qiymətə verilir. Bunu zaten tək alanlar bilməm, olur tək alan. Tək alanlar da olur, bəli. Özünə şəxsi zal açanlar olur. Məsələn, evinin aşağı hissəsində, zirzəmisində açanlar olur. Və ya da otağın birini götürür özü üçün idman zalı eləyir. Bir də bunları şeylər də, otellər, istirahət mərkəzləri veririk, bəli. Qarşıdan mövsümü gəlir. Yəni onlar da əgər yeniləmək istəyən və yaxud da yeni zonanıdır və yaxud da bu otağı da yaratmaq istəyənlər elə fürsətgən onda yaddaş olaraq gəldi dedim. İstirahət mərkəzlərində olur bəzən fitness zalları və yaxud da kiçik bir qonaqlar üçün idman zalı kimi hazırlayırlar. Onlar da rahat şəkildə baxın bunlardan ala bilər. Demək dostlar, ilk olaraq başlayırıq həmən bu fitness zallarında olan masalardan. Bunlar da demək fərqləri var. Əmrah bəy, fərqləri nədir məsələn? Bunlarla digərlər bir-birlərindən əsas funksiyonallığına görə fərqlənir yoxsa? Bəli, funksiyonallığına görə fərqlənir. Bunlar məsələn bu aparatlar daha çox press üçündür, ayaqlar keçirilir, qarın əzələləri üçün istifadə olunur. Bu gördükləriniz isə çəki daşları ilə, söykənilən çəki daşları ilə çiyin, sinə məşqlərindən aşağı-yuxarı tənzimlənə bilir. Daha sonra sadələri, bunlar yalnız ayaq üçündür, oturub ayaq məşq eləmək üçün, düzdür? Yoxsa? Elədir, hə. Bunlar da yenə oturma. Bu bizdə crossoverlər var orada. Qurmamışıq. Crossoverlər var, trosları var, böyük qurulan idman aparatıdır. Onun oturacaqlarıdır. Daha sonra qaçış aparatları. Bunlar da kardiyo gedir. Kardiyoda istifadə olunur bu qaçış aparatları. Digər bu fiziki qaçış aparatı bir növ velosipedi əvəz eləyir. Elektrondur. Elektron qiyməti olaraq. Bunlar 1000 manatdırlar. 1000 manat. Daha sonra belə bu da qaçışa sayılır, düzdürmü? Bəli, kardiyo aparatıdır o da. Bu da qoşuludur yoxsa? İstifadə edə bilər. Üzərinə çıxın, hərəkət eləyin. Qoşulu deyil, amma elektrondur da. Baxın bu şəkildə siz də idman eləyə bilərsiniz. Almaq istəyənlər gəlib yerində də yoxlaya bilər. Bunların qiyməti? Bunlar 1500 manat. 1500 manat. Daha sonra belə sadə hansı məşqlərdə? Boksdadır yoxsa? Tam professionaldır. Tam professional boks üçün, kickboks üçün, muay thai üçün nəzərdə tutulmuşdur. Bunların böyükləri də olur, yoxsa standart belə? Standartdır. Standartdır. Aşağı hissəsində qum dolunur, yerə bərkidilir. Bu hissəsi açılır, içərisində qum dolunur ki, bu hərəkət etməsin də vurduqca. Bu da onun elə bil ayaq üçün olan bütöv. Bu da onun kimindir. Bu da bir növ gedir. Bu tam professionaldır. İstəsələr çıxarda bilərəm. Baxın. Belə bir şeydir. Bu da yenə ayaq məşqi, yumruq falan hamısında istifadə olunur. Hamısında, bəli. Bunun qiyməti 700 manatdır dostlar. Daha sonra burada onu da qeyd edeyim, görmüşkən yadıma düşdü. Həmçinin bir neçə döyüş formaları da var. Bunlar hansındadır? Taekwondo üçün nəzərdə tutulub. Taekwondo üçün. Ancaq başqa var yoxsa yalnız taekwondo üçün qoruyuculardır. Bədən hissəyə keçirilən qoruyucular. Qoruyucular qiymət üzərində 25-də. Bəli. 25 manat. Qiyməti də uyğundur məncə. O birisi biraz yəqin. Ya eynidir o biri. Ölçülərinə görə fərqlənir onlar. Ölçülərinə görə fərqlənir. Növbəti dostlar, gördüyünüz kimi burada demək, quruşa dediyimiz çəki kisələrdir ki, ağır kisələrdir. Bunlar da növü nəyinə görə? Ağırlığına görə yəqin, ölçüsünə görə? Həm ölçüsünə görə, həm çəkisinə görə fərqlənir. Bir də ki, keyfiyyətlərinə görə. Bunlar kontinental materialdılar. Ən yüksək materiallardan biridir. Tam professional kisələr. Yəni ki, gec cırılmağıdır. Çox uzun ömürlüdür. Professional zallar professional şəkildə alıb istifadə eləyə bilər. Bunlar da qiyməti dostlar 500 manat. Ən böyük ölçü yəqin ki, bunlardır, düzdür? Bəli. Bir də ki, təbii dəridən olanlar var. Təbii dərilər var. Üzəri təbii dəri ilə olan. Təbii dəridir. Təbii dəri, süni dəri olmaqla fərqli çeşidləri var və bir də ağırlıq ölçü məsələsidir. Bunların çəkisini bilirik ümumiyyətlə məlumat kimi. 80 kilo. 80 kilo. Bəli. 80 kilo çəkidir. Qiymət isə 500 manatdır. Kiçikləri də inşallah irəlidə deyəcək. Daha sonra yenə də idmanlarda istifadə olunan trenerlər üçün lapalar deyilən həmən bu alətlər. Təbii dəridir bunlar da. Bunlar da təbii dəridəndir və fərqli çeşidləri var. Ayaq məşqi üçün, nə bilim tək yumruq üçün və s. Bunların da qiyməti xırdalar
deyə biliriksə nümunə kimi deyək. 100 manatdılar. Təbii dəridir. Hamısı. Dəst olaraq satılırdı Bunlar məsələn. dəst olaraq satılır. 2 bundan 2 əl, bir o 2 əl, bir ayaq və bir sinə üçün belə dəsti 100 manat. Əla. Bunlar həmən kiçik askı kisələrdir. Daha sonra bunlardan elə burada ikən deyək, bunlar da fitness salonlarının olmazsa olmaz çəki daşları və həmçinin burada xanımlar üçün olan fitness zalları və yaxud da pilateslərdə, nə bilim, yoga daşları və sair kimi yüngül idmanda istifadə olunan çəki daşları da var ki, 1 kiloqramlıq olaraq çəkisi və fərqli rəng çeşidləri var. Bunu da buradan əldə edə bilərlər bu işi görən xanımlar. Həmçində fitness trenerlər, zalları olan bəylərimiz yenə də bu çəki daşlarına mütəmadi olaraq yəqin ki istifadə olunur və mütəmadi olaraq yenilənir. Bunlar heç bir şey olmur. Tam professional, tam keyfiyyətli. Bunlarda isə qiymət çəkiyə görə formalaşdırılır, deyilmi? Demək, çəki daşlarımız var. 4 manat 50 qəpiyə 1 kiloqramı, sonra 5 manat, 4.50, 5 manat. 4 manat 50 qəpi 5 manata olmaqla fərqli keyfiyyətdədir də yəqin ki bu. Keyfiyyətləri yüksəkdir. Sadəcə firmalarına görə qiymət fərqlənir, amma hər biri yüksək keyfiyyətlə xidmət, uzun müddət xidmət göstərmək imkan verir ki, bunların da minimum başlayır 10 kiloqramlıqdan, yoxsa 5 kilodan başlayır. 5 kilodan başlayır, üzü yuxarı dəyişir. Bir cütünün 10 kiloqram nümunə olaraq desək, bu çeşid üzrə 10 kiloqram bir cütü gəlir neçəyə? 80 manat. 80 manat. Bu 4 manatlıqdır. Bəli, bəli. 10 kiloqramın, bir 10 kiloqramlıq qantelin qiyməti 40 manat, cütünün 80 manat, kiloqramı vurulur 4 manata. Digəri isə 4 manat 50 qəpik, onu da inşallah göstərərik. Daha sonra burada nələrimiz var? Digər, bunlar oradan fərqlənir, yoxsa bunlar 500 manat. Bəli, Bunlar da bəli. 500 manat. Bunlar da yenə eyni işi görür, ortası biraz incədir, fərqli idmana aiddir bu. Yox, bunlar da kisələrdir, yəni fərqliliyi yoxdur, sadəcə forması belədir. Forması, fərqli formalarda var. Kisələrin baxın düz forması var, biraz belə beli belə incə gələn forması var. Qiymət olaraq yenə 500 manatdır. Fərqli orada da lapa çeşidləri də görürsünüz. Tatamiləri inşallah ümumi ayrıca danışarıq. Fərqli çeşidləri var tatami çeşidlərinin. Bunlar da yenə bir fərqli. Bunlar da 500 manat, çoxu 500 manatdır. Kiçik xırdaların qiymətinin ən kiçik, ən ucuz bu quruşanlar neçəyə olur? 80 manatdır. Həmin 90 santimdə ölçüsü də. 90 santim ölçü olanlar 80 manat. Bu yəqin ki həvəskar evdə rahat şəkildə öz idmançılar istifadə edə bilər. 80 manat. Digərlərinə müqayisədə qiyməti çox sərfəlidir. Daha sonra onlar pilateslərin yoga matıdır. Matlardır, hə. Bəli. Yoga matları, pilateslərdə, nə bilim, bu kimi idmanlarda istifadə olunan həmin bu mat çeşidləridir. Bunların da fərqli rəngləri var. Standart ölçüdə yoga matları qiymət 15 manat. 15 manat. Hə, qiymət 15 manat, rəng Rəng çeşidi boldur, yəni hər cür istənilən rəng. Standart tək qiymət. Onlar da yoga matlarının şeyləri, qablarıdır. O da üstündə verilir. O ayrı satılır. Ayrı satılır. Yoga matlarının çantaları da var ki, bulvarda çox rast gəlinir. Xanımlar yığışırlar, orada istifadə edirlər. Belə çantalar da var ki, rahat daşınması üçün qiyməti 5 manat. 5 manat. 5 manat da çantasıdır. Tatami çeşidlərini dostlar göstərəcək. Tatami çeşidlərinin də fərqli ölçülərdə, həm xırda bağçalarda, məktəblərdə istifadə olunası çeşidlər var, yəni yığılası. Bağçalar üçün xırda uşaqlara aid olan salonlarda istifadə eləməyə. Baxın, belələri var. Bunların 1 kvadrat metri 15 manatdan başlayaraq dəyişir. Həmçinin professional döşəmələrdir ki, bunlar da yenə istifadə oluna bilir. Fitnesslərdə yenə də Fitnesslərdə, idman zallarında istifadə, karate zalları, taekwondo. o qaralar nədə istənir? Bu rənglər harda necə? Qaralar daha çox parklarda, fitnessdə, trenajör zallarında ağır alətlərin altına qoyulur. Amma bunlar karate kimi, judo kimi zallarda uşaqlar üzərinə bir-birlərini yıxırlar. Bu həminki odur. Bu tatamidir. Amma o rezin döşəmədir. Hə, demək, döşəmələr də tatami, rezin və tatami olmaqla, yəni daha yumşaq və biraz sərt. Sərt çeşidlərində burada fərqli rənglərlə, çeşidlərlə burada da nümunə olaraq görə bilirsiniz. Kənarlarda, yuxarılarda bunlar hamısı fərqli döşəmə çeşidləridir. Bunlar da daha sərt yerlərdə, yəni uzun müddətli istifadə imkan verir. Material olaraq qalın, ağır, rezindir, fərqli teksturaları var. Gördüyünüz kimi rəngləri var.
Bunlar da parklarda, məhəllələrdə filanlarda da qoyulur. MTK-lar, özəl tikinti edənlər də bir park alanları düzəldir ki, baxın bu kimi həmən döşəmələrdən istifadə olunur ki, həm yumşaqdır, yıxılanda uşaqlara xəsarət yetirməsin. Və onların belə daha geniş 1 kvadrat metrlik, həmçinin də xırda 1/4 kvadrat metrin 1/4 qədər olan fərqli çeşidləri var. Daha sonra burada nədir? Toplardır. Nə toplardadır bunlar? Bunlar crossfit toplardır, çəki toplardır. Nədə istifadə olunur? Hə? Yox, belə Hər cür idman növlərində daha çox futbolda, ağır çəkidə istifadə olunur. Futbolçular əllərinə götürürlər və elə yuxarı atıb endirirlər. Çəki bu 3 kilodur. Bu üzərlərində çəkiləri yazılır. 3 kilodur. 1 kilodan 7 kiloya qədər çəkiləri. baxın belə fərqli toplar var. Mən də eləməmişəm. Açığı var orada. Bu açıq bir dənəsi var. 1 kiloluğu var açıq. Bunlar biraz fərqli toplardır, çəki topları. 1 kiloqramdan 7 kiloqrama qədər istifadə olunur. Daha sonra burada da fərqli yenə alətlər var ki, qantelləri filan qoymaq üçün. O birinin adı nə gedir? Belə O trenajör. da belə trenajordadır. Velonia. Biz elə deyirik və belə başqa cür adını bilmirəm amma belə trenajör deyirik onlara. Daha sonra bunlar nədir? Bunlar da oturub qalxmaqdır. Nədir bu? Bunlar idman zallarına, boks zallarında, kickboks zallarına divara vurula bilən kisələrdir. Buna da yəni yumruq təpiyi. Bəli, sağına, soluna vurulur. Daha çox diz zərbəsi, ayaq zərbəsi, əl zərbəsi. Həmən digər qeyd etdiyimiz fərqli digər firmanın çəki daşlarıdır. Bunların kənar hissəsi rezin, bərk rezindir, ortası dəmirdir. Bunların da yəni daha yuxarı 50 kiloqrama qədər olan çeşidləri var. Bunların qiyməti 450 idi, 5. Bunlar 5 manatdılar. Bunların Yumrular 5 manat. 1 kiloqramı 5 manatdır. Yenə də başlayır 5-10 kiloqramdan, 5 kiloqramdan başlayır. 7 yarım, 10, 12 yarım, 15, 2 yarım, 2 yarım qalxır. Bir fərqli çeşidlər var. Yenə də xırda, əldə istifadə olunan, boksda, boş məşqlərdə istifadə olunan. Bunlar isə fərqli. Onlar da yenə tatamidir, başqa. Onlar judo döşəklərdir. Judo döşək. Judo döşəmələri. Tamam. Növbəti dostlar göstərəcəyimiz hansınsa qiymətini deyə bilmirik yadımızdan çıxanda. Bunlar məsələn qiymətini demədi. Bunları deyə bilirik. Deyə 1 bilirik. kvadratından neçənəndir? Bunlar 4 dənəsi 1 kvadrat olur. Yəni tək ölçüsü, birinin tək ölçüsü 50-nin 50-yədir. Bəli. Bunların 4 dənəsi 1 kvadrat olur. Kvadratın qiyməti 30 manatdır. Kvadrat metr. Bəs təkli o 1 kvadrat olanlar, bunun özü də 1 kvadrat. Bəli, bunlar özü 1 kvadratdılar. Bunların qiyməti Bunların 1 kvadratın qiyməti 30 manatdır. 30 manat. Bunlar bahalı sayılır yoxsa bunlar? Yox, bunlar tatamilərdir. Tatamilər ölçülərinə görə dəyişir də. Tatamilər 2 sm olur, 2,5 olur, 3 sm-lıq və 5 sm-lıq olur. Belə qalınlığı. Qalınlığı bəli. Ölçülərdə 1 kvadrat. Minimum neçədən başlayır ən nəzikləri? Ən nazinin 2 sm-lığın qiyməti 18 manatdır. 18 manatdan başlayır, üzü yuxarı yenə qalınlığına görə dəyişir. Bunlar isə dedik 30 manat. 30 manat. Rezin olanlar, qalın rezin olanlar isə 30 manatdan başlayır. Daha sonra burada yenə də həm parklarda, həm fitness zallarının özündə indi fərqli dekorativ olaraq da istifadə edənlər olur və yaxud da belə döşəməyə də istifadə edənlər. Süni otlardır. Bunlar da yəqin ki, yenə kvadratla satılır, metrajla satılır. Metrayla. Metranı. Metrəsi 16 manat. 16 manat süni ot. Daha sonra judo döyüşlərində, judo idman növlərində istifadə olunan tatami çeşidlərdir. Bunlarda da yenə buradan əldə edə bilərsiniz. Paçka içində 2 dənədir. Bir dənəsinin qiyməti 200 manatdır içərisində. Tam professionaldır. Tam professional demək tatamilər, judo tatamiləri qiymət bir ədədini 200 manat. Daha sonra xanımların istifadə elədiyi belə halqalardır. Bunlar da burada əldə edə bilərsiniz. Fərqli çeşidləri var. Daha ağır, yüngül olmaqla. Bunların da qiyməti neçədən başlayır? Sadələri. Bunlar sadə birinci əlinizə götürdüyünüz 10 manatdır. Amma aşağıda olan ikinci toxunduğunuz onlar 25 manatdır. 25 manat. Baxın burada həmən hazır yığılmış öncə göstərdiyim tataminin bir kvadratı var. Baxın belə sadə. Bağçalarda, nə bilim uşaqların otaqlarında, evlərdə elə həyət evlərində və s. kimi bunlardan da istifadə alıb otaqlarında istifadə edə bilərsiniz. Fərqli indi bizim bilmədiyimiz, görmədiyimiz fərqli idman zallarında istifadə olunan çeşidlər də var ki, rezin çeşidləridir. Metravoy
rezin belə ayaqaltılar var. Bunlar da yəqin ki daha ucuz başa gəlir. Bunlardan da qiymət maraqlana bilər. Daha sonra belə iplərdir. Bunlar da yenə idmanda istifadə olunan belə olunan iplər. Crossfit ipi. Crossfit ipləridir. Bunları da buradan əldə edə bilərsiniz. Daha sonra digər qantel çeşidlərinin fərqli dediyimiz kimi 3 qiymətə təklif olunan çeşidləri var. Növbəti yenə fırlandıq eyni mərkəzə gəldi. Burada da bir fərqli tatamilərdir. Bayaq öncəki qeyd etdiyimiz, baxın görürsüz burada bu hardasa 5 santlıqdır yəqin ki. 5 santlıq da 2 santıdan başlayaraq 5 santıya qədər həmən qeyd etdiyimiz tatamilər. Bunlardır ki, yenə də burada əldə edə bilərsiniz. Bu qədər düşünürəm ki, bütün hamısını ümumi göstərə bildik. Böyük mallardır, böyük məhsullardır. Daha qısa zamanda sizə təqdim etmək istədik ki, ilk çəkilişimizdir. İdman sahəsində olan toptancılardan və birinci əl ixalçı olduqları üçün elə buradan başlamaq doğru olar ki, sizlər də tanıyıb faydalana biləsiniz. Yeni zal açmaq istəyənlər, pilates zalları, fitness zalları, klinikalar, otellər, istirahət mərkəzləri, bu kimi bütün hardakı bunlar istifadə oluna bilər. Hamısı bu məhsullarını əldə edə bilərlər birinci əl ixalçıdan. Həm nəqd köçürmə üsulu ilə alışlar olur. Bəli, mümkün. Həm nəqd, həm də köçürmə üsulu şirkətlərin, klinikaların bu kimi fəaliyyət sahəsində olan şirkətlərin də ən çox istədiyi köçürmə üsuludur ki, köçürmə üsulu ilə də rahat şəkildə əldə edə bilərlər. Həmçinin təchizatçılar, tenderdə iştirak edən təchizatçılar, şirkətlər bunlarla da yenə əməkdaşlıq edə bilər bu çeşid məhsulların təchiz olunmasında. Bu qədər dostlar, düşünürəm ki, bütün məlumatları verdi. Yenə də hər hansı əlavə sualınız olarsa, əlaqə saxlayıb Əmrah bəyin əlaqə nömrəsini qeyd edirik ki, tövsiyələrini, suallarınızı cavablandıra bilər, məsləhətlər ala bilərsiniz bu sahə ilə bağlı. Ətrafınızda bu işi görənlər varsa da bu videonu da həmin şəxslərlə paylaşın ki, onlar da tanısınlar və uyğun qiymətlərlə alış-veriş etsinlər. İzlədiyiniz üçün təşəkkürlər.